Axşamınız xeyir, son xəbər idmanla davam edir. Ankarada tarix yazan boksçularımız bugün vətənə qayıdıb. Qitə birinciliyində 1 qızıl, 2 qızıl və 1 bürünc medal qazanan idmançılarımız vətəndə əsl qəhrəman kimi qarşılanıb. Ümid var idi hamıya komandaya. Komanda iki qızıl oldu. Azərbaycanda ilk dəfədir ki, bu 2 qızıl olub Avropa çempionatında. Öz təşəkkürümü bildirirəm cənab prezidentimiz İlham Əliyevə. Bakıda dünya çempionatı oldu. Orada da inşallah yaxşı çıxış edəcək. Birinci döyüş ən çətin oldu. Çox güclü rəqib idi. Finalda o atkaz verdi. İkinci raunddan sonra vuruşmaq istəmədi məndən. İnşallah Allah köməyi ilə lisenziya qazanarım. Olimpiyada iştirak edəcəm. İlk dəfə olaraq Azərbaycan boksunda böyük bir təkan oldu. 18 il bundan önce ilk Avrupa şampiyonumuz Rövşən Hüseynov olmuştu. Bugünkü gün bizim için çok şad bir gündü ki boksçularımız həddindən artıq uğurlu çıxış etmişler. Avropa çempionatında deməli komandamız ikinci yerə çıxmışdır. Neftçinin gənc futbolçusu Amit Quluzadə komandanı tərk edib. Belə ki, yığmamızın futbolçusu Türkiyənin 1-ci liqasına çıxış edən Ərciyespor klubunda oynayacaq. Neftçinin Türkiyədəki toplanışdan sonra Bakıya qayıtmayan Amit Quluzadə Ərciyesporun düşərgəsinə yollanıb. Türkiyə 1-ci liqasına çıxış edən yığmanın futbolçusu Ərciyesporla 2 illik müqavilə imza atıb. Razılaşmaya əsasən sonradan Quluzadə müqaviləni daha bir il müddətinə artıra bilər. Futbolçunun transferinə problem yaratmayan Neftçi keçidə görə heç bir məbləğ istəməyib. Gələcəkdə Amit Quluzadənin Ərciyespordan başqa komandaya transferi zamanı əldə olunacaq gəlirin yarısı Neftçiyə çatacaq. Xəzər Lənkəran klubunun düşərgəsində olan 2 yeni futbolçu ilə müqavilə bağlanılıb. Avstriyadakı təlim məşq toplanışında özlərini yaxşı tərəfdən göstərən Rumun Marius Onufroşla Nigeriyalı Tosin Dosumun cənublarla birlik müqaviləyə imza atdığı deyilir. Son mövsümü Onufroş Rumuniyanın Steaua, Dosumu isə Belçikanın Germinal klubuna keçirib. Onlar komandan ayrılan Costa Rikalı hücumçu Winston Parks'ı əvəzləməlidir. Parks'ın yeni komandası Bakı isə daha 2 transferi reallaşdırıb. Zolaqlar Elvin Məmmədov, Novruz Məmmədov, Winston Parks'ın ardınca Denis Ivanovla Davidas Chesnauskis ilə də müqavilə imzalayıb. Litvalı futbolçu son mövsümü Aris komandasına keçirib. Chesnauskis 2004-cü ildə Rusiya çempion olub. 2 il sonra isə Şotlandiya kubokunu qazanıb. Bakının cari mövsüm şok transferi isə Latviyanın məşhur futbolçusu Maris Verpakovskisin keçidi olacaq. Avropa çempionatı iştirakçısı yaxın günlərdə Bakı ilə rəsmi müqavilə imza atmalıdır. 5 gündən sonra Avrokubok həyəcanı başlayır və 4 komandamız nəyə qadir olduğunu göstərəcək. Buna görə də 2 klubumuz Tofiq Bəhrəv adına stadionda mübarizə aparacaq. Qarabağ və Neftçi. Təsəvvür edin, Respublika stadionu artıq Avrokuboklara tam hazırdır. Gələn həftə başlanacaq Avropa Liqasının ilki mərhələsinin oyunları ilə növbəti Avrokubok həyəcanına start veriləcək. Təmsilçilərimizdən Azal ev oyunlarının Şivalanda, Xəzər isə Lənkəranda keçəcək. Neftçi ilə Qarabağ isə rəqibləri ilə Respublika stadionunda üzə gələcək. Ağır futbol mövsümünün bir ay əvvəl başa çatmasına və yaxınlarda milli komandanın Almaniya ilə oyununu qəbul etməsinə baxmayaraq, Respublika stadionu Avrokubok maçlarına tam hazırdır. Oyun stadionu Avrokuboklara demək olar ki, tam hazırdır. Yəni, o tövtüyü heç bir problem yox. O tövtüyünü biz ki, bu illəri çox təmirdən çıxartdıq, çox gözəl yüksək səviyyədədir. Oturacaqları demək olarsa, sıvan oturacaqların hamısını dəyişdirmişik. İşıq sistemini nazirlik tərəfindən hamısı dəyişdirildi, projektorlar hamısı dəyişdirildi və generatorlarda 3 dənə generator da quraşdırıldı. Qarabağın nəinki banqa səddini, üstəlik ikinci mərhələdə Farer adalarının Steymur klubuna keçmək şansı böyük olduğundan Ağdamların mərkəzi arenada azı 3 rəqibini qəbul edəcəyini demək olar. Dinamo Zagreb kimi güclü rəqibə düşməsinə baxmayaraq, Neftçini də siyahıdan silmək olmaz. Akif İsmailov deyir ki, klublarımızın Respublika stadionunda ard-arda Avrokubok oyunları keçirməsində heç bir problem yoxdur. Tək ki, təmsilçilərimiz bacardıqca çox uzağa getsin. Neftçiyə çox güclü rəqib düşüb. Mən belə sayıram ki, Neftçi rəqibini əlbəttə ki, orada oyununu yaxşı keçirməlidir ki, burada inanıram ki, Neftçi keçəcək o klubu. Qarabağ belə oyunlara Avropa Liqasının oyunlarına demək olar ki,
həmişə çox ciddi hazırlaşır. Oyunları da həmişə yaxşı alınır. Mən inanıram ki, bizim komandalarımız hamısı nəticə verəcəklər. Qarabağ mənə elə gəlir ki, yaxşı oynasa, öz oyununu göstərsə, üçüncü oyunu baxır kim düşəcək, yaxşı oynayacaq. Qeyd edək ki, Respublika stadionunda ilk Avrokubok maçı iyulun 7-sində Qarabağla Litvanın Banga klubu arasında olacaq. Bu mövsüm Avrokuboklarda ilk ev maçımız isə iyunun 30-sunda olacaq. Həmin gün Azal Şivalanda Belarusun Minsk klubunu qəbul edəcək. Son xəbər başa çatır, qarşıdan isə bazar gün gəlir. Mən sizə yaxşıca istirahət etməyi arzulayıram. Salamat qalın, yeni iş həftəsində görüşənədək.